olmaz. Səsin çıxardan insanı tutursan, atırsan içəri, şərrənməklə vətən xaini adlandırırsan. Narkotikin üzün görməyən insanları narkotiklə, şərləyərək həbs edirsən. Tanıdığım insanlar var bir dəqiqə Azərbaycanda 30-35-40 yaşındakı özlərinə ailə qura bilmirlər, qorxurlar. Amma sənin 2008-ci il təvəllüdlü 17 yaşında nəvən Mikail milyardlarla mülklərə sahibdir. Hardandır bu pullar İlham Əliyev? Xalqın, millətin, uşaqların, körpələrin qanın, canın, süt pulun kəsərək heç bir devlətdə, heç bir ölkədə, mağazalarda uşaq yeməklərinə bulon vurmurlar. Bu şey Azərbaycanda baş verir İlham Əliyev. Burak atamı, siyasi məhbus, ürəyi xəstə adamdır. Bütün siyasi məhbusların ailələrini xəstə eləmişsən. Ailə başçılarını da içəriyə basmışsan. Bu qədər olmaz artıq. Yetər deyirəm sənə İlham Əliyev.